Sabahınız xeyir olsun. Burada kotletimiz pişir. Bugünkü menümüz kotlet kartoşkadır. Kartoşkamız da kızarır. Hala tam kızarmıyor. Burada kotletimiz pişir yavaş yavaş. Baş üstə kızarıp kotletimiz. Burada sosiskamız kaynayır. Yani ki hardasa 10-15 dəqiqəyə hazır olacaq. Ve tam hazır değil. Dostlar, yemeğimiz hazır oldu. Kotlet kartoşkamız pişti. Çok güzel. Səhər yeməyinə hazır oldu yemeğimiz. Kələm turşumuzdan. Çox qəşəng, möhtəşəm çıxdı. Super. Dadına söz yoxdur. Yəni kartoşkaya kartofelini priprava vurmuşam. Ətədəki çörəkdir. Azca çörək vurmuşam. Soğandır, dana ətidir, duz istiyorsunuz. Yaxşıca qızartmışam və dəmə qoymuşam ki, ət yaxşı pişsin.